Salam, hər vaxtınız xeyir olsun. Bugünkü videomuzda bu kiçik handmade amigurumi brelokları toxuyacağıq. Pişik brelokları. Bu qayda sizə sxemi verəcəm. İstənilən iplə istənilən ölçüdə toxuya bilərsiniz. Mən bu billur ipi 2.5 milimlik tulipin 2.5 milimlik kırçokundan istifadə edərək toxudum. Baxın, bu qayda 2.50 mm tulip 4 nömrə. Bunlardan istifadə elədim. Bunları da Temudan sifariş vermişdim. Bu cür pişiklərdilər. İndi toxumağa başlayaq. Boz rəngdə, açıq boz rəngdə sapdan istifadə edəcəm. Bu Yarnardın billur saplarındandır. Yəni Dolce sapıdır. 2.5 milimlik tulipdən istifadə edirəm. Deməli, ipimi bərkitdim. 1-2 zincir çəkdim. Yanındakı zincirə 6x doldururam. 1, 2, 3, 4, 5, 6 və buraya bir dənə işarətləyici qoyuram. Qara sap olsa daha yaxşı olar görməyimiz üçün. Niyə görə 2 zincir çəkib yanındakı zincirə 6x doldurdum? Çünki bunu sehirli halqa eləmək biraz çətindir. Bilirsiniz, belə qopur, aralanır, baxın. Belə bu qayda olur deyənə. Məndə burada digər billur ip də var. Bunda amma elə bir problem yoxdur. Bunun metrəsi prosto, yəni bunun dərəcədə sökülmür. Bunun metrəsi prosto azdır. Sərf eləmir. İndi hər birinə cüt bataraq 12x eləyirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Əlim harda toxuyur dəqiqə. İndi bir toxub bir artır eləyirəm. Burada diqqətli sayaraq gedin, çünki billur ipdə biraz görsənmir. Üstəlik də biraz sıx kırçokdan istifadə elədiyimiz üçün daha da ilmələr sıxlaşır və daha çox görsənməməyə başlayır. Ona görə sayaraq gedirik. Bir toxuyuram, bir artırıram. 6 dəfə bunu təkrar eləyirəm. Bir toxuyuram, yanındakına bir artırıram. 6 dəfə bunu təkrar eləyirəm. İndi 2 toxuyur, bir artırıram. Bir dəqiqə. 1, 2 toxuyuram, bir artırıram. 1, 2 tək, bir cüt. 2 tək bir cüt, 24x əldə edib gəlirəm. Etdim, 24x'im var. İndi 3 tək bir cüt eləyəcəm. 1, 2, 3 tək, bir cüt. 3 tək bir cüt. Sıra sonunda 30x.
3 tək bir cüt. Bir dənə bunu qabağa alıram. Və 4 tək bir cüt. Artırmanı sonra dayandıracağım. 1, 2, 3, 4 tək bir cüt. 1, 2, 3, 4 tək bir cüt. Sıra sonunda 36x əldə eləmiş olacağım. 4 tək bir cüt etdim. 36x var. İndi 9 sıra artırma azaltma eləmədən 36x'i toxuyuram. Hər sırada sayaraq toxuyun ki, yenə qeyd edirəm, bu iplər də biraz ilməyi buraxa bilərsiniz, ya artıra bilərsiniz. Ona görə də sayaraq gəlin və işarətləyicidən mütləq istifadə eləyin. Baxın, əlimizi nə çox sıx, nə də çox boş buraxmırıq. Orta tempdə belə orta tempdə gedirik. Nə çox sıxmıram, nə də çox gevşək buraxmıram. Doldurma qaydasını da göstərəcəm sizə. Burası belə üçbucaq olmasın deyə. 9 sıra düz toxudum. İndi keçirəm azaltmalara. Yəni bu ipi önə gətirim. İndi 4 toxuyuram, bir azaldıram. 1, 2, 3, 4. Bir azaldıram. 1, 2, 3, 4 toxuyuram. Bir azaldıram. 32 əldə edəcəm. İndi 3 toxuyur, bir azaldıram. 1, 2, 3 toxudum. Bir azalttım. 1, 2, 3 toxudum. Bir azalttım. 1, 2, 3 toxudum. Bir azaldıram. Sıra sonuna qədər üzürlü sayın. Bu qismdə əvvəlcə gözlərini taxacam, sonra içini dolduracam. 3 toxu bir azaltdan sonra. Gözlərini 14-15-ci sıraya taxacam. Aşağıdan başlayıram saymağa. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14-15 sıra arası buradır. Birini buradan taxacam. Digərini isə 1, 2, 3, 4, 5, 6 sayıb digər tərəfdən sayacam. 10 milimlik gözdən istifadə edirəm. 8 milimlik göz də gedər. 10 milimlik daha uyğundur. Birini buradan taxdım. Yenə də qeyd edirəm. Buradan arxadan yandıra da bilərsiniz. Mən bu dəfə yandırmayacağım. Deməli, aşağıdan sayıram. 14-15 sıra arasına taxıram. İndi buradan sayıram. 1, 2, 3, 4, 5, 6. Bura taxıram.
Bunlar 10 milimlik gözlər idi. İndi içini doldururam. İçini doldurmaq üçün mən əlimdən istifadə edəcəm. Amma digər saplarda bundan istifadə edirdim. Bu dəfə xırda bir şeydir. Əlimdən istifadə edəcəm. Bu qayda yana bastıraraq doldururam. Yumru bir şəkildə doldurmuram. Yan tərəfə imenini belə əlimdən tuturam. Yan tərəfə bastıraraq doldururam və bu da itir. Gördünüz? Eyni qayda digər tərəfə eləyirəm, fırlayıram. Yan tərəfə bastıraraq doldururam. Belə. İndi biraz da azaldam. İndi 2 toxu bir azalt eləyirəm. Sonra bir toxu bir azalt eləyib yenə bu qayda dolduracağım. Bir toxu bir azalt etdim. İndi üst qismi doldururam. Bir miqdar alıram əlimə senfonu. Əlimin dəstəyi ilə yan tərəfə bastıraraq doldururam. Biraz da aşağı veririm. Şimdi digər tərəfə də biraz eləyirəm. Yəni burada əlin dəstəyi önəmlidir. İndi 6 azalt eləyəcəm. Bir toxu bir azalt eləmişəm. Hal-hazırda 18x var. İndi 6 azalt eləyəcəm. Daha doğrusu 12x var. Hər dəfəsində azaldacağım. 1 2 3 4 5 ve 6. İpi uzun kəsirəm. Ehtiyatla çıxardıram. Və burada yenə cizgilikdən istifadə edəcəm. Belə keçirdə. Bu bir dəfə də keçirdirəm. 2 növbəti səfərdə artıq düyün vururam və ipi daxilə çəkirəm.
Baxın. İndi qulaqlarını eləyirəm. Düyün vururam. Bu qismdən gözün burasından başlayıram. Elə bil 1, 2, 3, 4, 5 dəqiqə. 1, 2, 3, 4, 5. Bura düşsün. Baxın, bu gözün bundan yox, buradan başlayıram. 5 dənə ilmə çıxardıram. Deməli, düyün vurdum. Bir zincir çəkirəm. Bu bir zincir 1x-dir. Növbəti ikinci x, növbəti üçüncü x, növbəti dördüncü x, növbəti beşinci x. Tamam. Bir zincir çəkirəm, dönürəm. Dibinə batıram. 1x, başına doluyuram. DC eləyirəm, üçlü trabzon. 1, 2 qalxdım. Başına doluyuram. 3 DC eləyəcəm. Deməli, 1, 2, 3. Başına bir dəfə doluyuram. Amma batarkən, çıxarkən 3 deyil, buradan birini götürdüm, ikisini götürdüm, üçünü götürdüm. Bu arada eyni yerə cüt batdım, üçlü trabzon elədim. Birinə x batdım, birinə ikili trabzon elədim, birinə də 2 dəfə üçlü trabzon elədim. İndi yenə ikili trabzon eləyirəm və x eləyirəm. Vəssalam. İndi dönürəm. Bu qayda əyilsin deyə. Baxın, öndən x götürürəm. Vəssalam. Bir dakika. Buradan önüne x götürdüm. İpi uzun kestim. Biraz nisbeten. Bu qayda sıxıram. Belə üçbucaq qulaq alınır. Niyə? Çünki 5 dənədən x, dc, 2 dəfə eyni yerə bataraq 3 dc, dc və yenə x elədim. Buranı biraz təpəyə qaldırmış etdim. Qaldırmış oldum. Daha doğrusu. İndi bu iğnənin qayçının köməkliyi ilə xəfif bunu bastıraraq burada itirirəm. Yenə bunu da eyni qayda bastıraraq itirirəm. Eynisini digər tərəf eləyirəm. Bu dəfə buradan başlamıram, təpədən başlayıram. Baxın, bura düşmədim. Buranı buraxıram, buradan başlayıram. Bunu buraxdım. Bax, buradan bastıram. Yenə möhkəmlətdim. Bir zincir çəkirəm. Bu 1x, bu
2x, bu 3x, 4x və 5x. Mən istəyirəm, burada bir şey var. Stabil gəlmədi. Onun üçün biraz yuxarı qaldıracağım. Buradan götürəcəm. Siz də gözünüzə stabil gəlmirsə, eynisini edə bilərsiniz. Çünki gözün burasına gəlir, düşür. O olmadı. 1, 2, 3, 4 və 5. Vəssalam. Bir zincir çəkirəm. Baxın, gözün bunun üstünə düşdü. Fırlanıram, dibinə 1x, başına doluyuram, yanındakına DC, başına doluyuram, 3-cü x-ə 1, 2, üçlü DC, eyni yerə təkrardan 1, 2, üçlü DC. Başına doluyuram, yanındakı növbəti x-ə DC və başına dolamıram, təkcə x edirəm. Fırlanıram, yenə eyni qayda, bunu belə əymək üçün ön hissədən bura x alıram. İpi nisbətən uzun kəsirəm və buraxıram. Oy. Deməli, bu qayda toxumuşam. İndi mənə lazım olacaq boz rəngdə öz rənginə uyğun sap, başının burasından brelok keçirtməyə. Və qara rəngdə sap lazımdır, qaşını, gözünü, bığını qoymağa. Bir dənə də bu qayda uzun bir iynə lazımdır. İndi əvvəl özünü toxuduq, gözlərini yerləşdirdik, içini doldurduq, bitişini elədik, sağ və sol qulaqlarını etdik. Daha sonra qaşını, bığını eləyirik. Mümkün qədər ipi uzun buraxırıq. Hər bir şeyini edib birbaşa çıxmaq üçün də onu göstərəcəm. Deməli, ipi tək qat olaraq saplayırıq. Yəni, heç istəmədiyim şey başıma gəldi. Bu qayda. Yəni, bu qayda saplayırıq. İpi belə eləmirik. Yarım saplayırıq. Amma mümkün qədər uzun. İpimi sapladım. Mümkün qədər uzun sapladım. Çünki hər detayını eləyəcəm. Bir qədər arxa hissədən daxil oluram. Əvvəlcə çox istəyirəm. Əvvəlcə bığlarını eləyirəm. Gözünün alt hissəsindən çıxıram. Baxın, burada ipi tam çıxmıram. Bu qədər ipi saxlayacağım. Burada bu qədər ipi saxlayıram. Gözünün bu hissəsindən çıxdım. Bir qədər az qısa məsafəli götürürəm bığını. Daha sonra yenə gözünün alt qismindən çıxıram. Sıxmağa ehtiyac yoxdur. Belə etsək kifayətdir.
Digərini isə eyni məsafədən çıxdım, amma alta sürüşdürürəm. Bundan uzun götürürəm. Daxil olub digər tərəfdən çıxıb eyni işi burada da görürəm. Mümkün qədər sıxmamağa çalışıram ki, detay bəlli olsun. Bu bir bığı olmuş oldu. Gördüyünüz kimi. İkinci bığda qısa məsafəli götürürəm. Digərini də eyni yerdən çıxıram. Və biraz yenə uzun götürürəm. Və baxın, orta qismə gəlirəm. İndi burnunu eləyəcəm. Belə. İndi burnunu eləyirəm. Buradan çıxdım. 1, 2, 3, 4. Digər tərəfdən batıram. Dairəsiz şəkildə, yetkiəl şəklində eləyirəm bu qayda. Bir də sizin gözünüzə necə uyğundursa, bir də bu 3 oldu. Və bir də məndə 4 oldu. Bu qayda. İndi mən birini də eləyəcəm. Çünki bu tərəfdən çıxmaq istəyirəm. Buradan daxil olub tam ortalama bir hissədən, baxın görün göstərə bilirəmmi? Çıxıram. Çıxdım. İndi bunu eləyəcəm. Bir dəfə eləyəcəm bunu və buradan daxil olub, baxın, bu qayda daxil olacağım. Qaşa yönəlmək istəyirəm. Buradan qaş hissəsindən çıxıram. Belə. Bığını da, burnunu da qoymuş oldum. Qaşdan çıxdım. Qısa məsafəli qaş götürürəm. Bir üst hissədən çıxmış oldum. Bir dənə də buradadır. Demək 1, 2, 3 çarpaz bir şəkildə digər tərəfdən çıxacağım. Belə. Çıxdım. Eynisini buradan battım. Və ilk battığım yerdən iynəmi çıxardacağım. Bu qayda. İpimi bağlayıram. Üç dəfə mən bağlayıram. Bu iplərdə zaten deşik bəlli olmur deyənə. Biraz sıx toxumuşam. 2.5 ilə toxumuşam deyənə. Rahatlıqla yumuşaq bir şəkildə, baxın, yumuşaq
bundan içəriyə daxil elədim. Bu qayda üz xətlərini bəlli etmiş olduq. İndi qollarını eləyirəm və ayaqlarını, patiklərini eləyəcəyik. Sonra quyruğa keçəcəyik. Bunun üçün yenə milçəmizi əlimizə alırıq və həmin billur ipimizi bu şəkildə düyün atırıq. Sonra bunu buradan, bığından 1 və 2 sayaraq aşağı düşdüm və göz hizasına baxın gəldim. Buradan bir ilməyi çıxartacağım, taxacağım. Baxım göstərə bilirəm. Bəli, taxıram. Bunu möhkəmləndirdim. 1 2 zincir çəkdim və bu istiqamətdə götürürsünüz. Digərini də fırlayıb bu istiqamətdə götürəcəm. Niyə? Səbəbini də deyəcəm. Bu qayda götürdüm, başına doluyuram. Həmin yerdən daxil oluram, çıxıram, yarım trabzan eləyirəm, başına doluyuram. Həmin yerdən daxil oluram, çıxıram, bu 2 olacaq. Yenə yarım trabzan elədim, başına doluyuram, bu 3-cü olacaq. Həmin yerdən daxil oluram, yenə yarım trabzan etdim. 1, 2, 3, 4 ədəd belə ilməm var. Başına doladım. Hər birinin tərkibindən keçdim. Bir zincir də çəkirəm. Bunun həmin yerdən daxil olduğum ilməyin tam qarşısındakı ilməkdən baxın daxil olub keçirdəcəm, CC eləyəcəm, bir zincir də çəkəcəm və ipi qopardacam. Bu qayda. İndi yenə qayçımın köməyi ilə yavaş-yavaş toxunaraq ipi daxil eləyirəm. Belə. Burada dediyim kimi məqsəd elə bil sanki buradan qolu var imiş kimi, bu da patikləri imiş kimi göstərir. İndi yəni məqsəd odur, amma buradan götürsəz bu qism bura düşəcək, patik içdən gəlirmiş kimi olacaq. Buradan götürdüyünüz üçün bu bura düşür, qol qismi kimi düşür. İndi eyni şeyi bura tətbiq eləyirəm. Gözün alt qisminə düşürmüş kimi belə bura düşəcək. Bura daxil olacam. Eyni qayda ilə. Eyni şeyi digər tərəfə də edirəm. Baxın, ilmək içindən keçirtdim. Bir zincir çəkdim, birləşdirdim. İndi 1, 2 zincir çəkirəm. Yəni toplamda birini möhkəmləndirilmiş 2 zincir də çəkmiş oluram. Təpəsində doladım. Eyni yerdən daxil oluram. Yarım trabzan. Təpəsinə doluyuram. Eyni yerdən yarım trabzan 2 oldu. Təpəsinə doluyuram. Eyni yerdən yarım trabzan 3 oldu və əvvəlki zincir daxil 4 ədəd oldu. Hər birinin tərkibinə keçir, bir zincir çək və bunun tam qarşısından daxil olaraq bu şəkildə daxil olaraq
zinciri CC eləyirəm, çindən keçirdirəm, yəni X etmirəm. Sonra bir zincir çəkir, ipi qismən uzun buraxır, kəsirəm. Və eyni şeyi burada da edirəm. Bu iplərin özəlliyi odur ki, ehtiyatla davranmaq lazımdır. Biraz bu iplərin həssaslığı var. İpin üzərinə keçirdilibdir dənəm. Digərini də tam özünün yanındakı dəliyə daxil edirəm. Bu qayda ön patikləri olmuş oldu. İndi digər patikləri isə eyni qayda bu şəkildə və bu şəkildə daxil olacaq. O heç. Amma çarpaz şəkildə aşağı düşürük. Baxın, ilməyi keçirdirəm. Baxın, belə yox, düz bir şəkildə yox. Bu şəkildə tutursunuz qurçokunuzu. Baxın, məndə bura düşmüş olacaq. Buradan daxil olacam. Buradan daxil olsaz, ayaq bura getmiş olacaq. Amma bu şəkildə tutsaz, gəlsək, buradan daxil olsaq, ayaq bura düşmüş olacaq. Yəni uyğunluq olacaq. Bir növ göz qərarı yemək pişirilmiş kimi. Bərk etdim, 2 zincir çəkdim və eyni şeyi tətbiq edib gəlirəm. Bunu etdim. Baxın, görürsünüz, stabillik olmuş oldu. Qismən belə durur. Eyni şeyi digər tərəfə də eləyirəm. Belə tuturam, baxıram. Bu, bura düşəcək. Buradan daxil olacam. Buradan da daxil ola bilərəm. Amma yana düşmüş olacaq. Buradan daxil oluram. Baxın, görürsünüz, buna da buradan daxil oldum. Bu tərəfdəkilərə belə, bu tərəfdəkilərə belə daxil oluram və bunlar alınmış olur. Yəqin bilmiş oldunuz. Eyni şeyi digər tərəfə də edirəm. Baxın, belə patiklər oldu. Əslində qulaqları uzaqdır, burası qabağa gəlir. İndi quyruğunu eləyəcək. Bunun üçün yenə ipimi möhkəmləndirdim. 1 və 2 zincir çəkdim. Daha sonra yanındakı zincirə 6x doldururam. 1 2 3 4 5 6 doldurdum. Sonra işarətləyicimi taxıram. Mən iplərdə daha rahat oluram. İndi siz başqa işarətləyicidən də istifadə edə bilərsiniz. Və ümumilikdə 8 sıra düz bir şəkildə toxuyuram. Əgər ilk ilməklər götürmək çətindirsə, sadəcə blodan da götürə bilərsiniz. Mən ilkini elə eləyirəm. Birinci sadəcə blodan götürürəm. Sonrasında isə 4 oldu. Sonrasında isə x-lərdən götürürəm. Saymadan getdim. Növbəti sırada gələcəm. Bəli, indi x-dən götürmək daha rahatdır. Bu şəkildə.
ve yumrulandı. 1, 2, 3, 4, 5 ve 6. Mesela 2 sıra getmiş oldum. İndi 6 sırada gedirəm. Bu hissəsi tomblik alınacaq. Növbəti hissələr isə incə alınacaq və şirin bir görünüş olacaq. 8 sırada ümumilikdə toxuyacam, gələcəm. Ümumilikdə mən 8 sıra toxudum. Quyruğu belə görsənir. Quyruğunu hardasa 1, 2, 3, 4 bu hissəyə taxa bilərsiniz və ya 5-ci hissəyə 5-6 arasına taxa bilərsiniz. O zaman belə görsənəcək. Görsədim. Məncə bu uzunluq bəs eləyir. Biraz da uzun olmağını istəyirsinizsə, uzağı bir sıra toxuya bilərsiniz. Mən bir sırada gedib gəlirəm. 1, 2, 3, 4, 5, 6. Yəni hər kəsin öz zövqünə görə ümumi 9 sıra eləmiş oldum. Baxıram. Bəli, idealı budur. İndi bunu belə birləşdirirəm. X şəklində 1, uzağı 3x alınır. 2 və 3. Bir zincir çəkirəm. Dikiş payı bırakıram. Bu ipi dikərsəndə ehtiyatlı olmaq lazımdır. Bu arada ucu sivri olan iğnelərdən istifadə etmək olmaz. Mən belə qənaətə gəlirəm. Küt uclu iğnelər satılır. Bu qədər uzunluqda, yəni bundan hardasa bir qədər balaca, yumru bir şəkildə olur. Çanta tikişlərində istifadə edilir. Onu mən harasa qoymuşam, tapa bilmirəm deyənə məcbur bundan ehtiyatlı bir şəkildə ipi keçirdib tikmək olacağım. Çünki çox belə tikdikdə artıq bunun bu ağ hissəsi görsənir. İndi bunu ilməklər bu üzə düşdü. Mən belə çevirəcəm ki, bu arxa hissə olsun. Yəni V ilmələri bura düşmüş oldu, düzdür. Mən belə çevirirəm. Çünki belə tiksəm, quyruq havada qalacaq. Amma V hissəni, yəni sümbül düşən hissəni bura çevirsəm, bitişik şəkildə qalacaq. Baxın, belə qalacaq. Deməli 1, 2, 3, 4, 5. 5-6 hissə arasına tikməyə başlayıram. Ortalamanı götürüb birləşdirdim. İpdən alıram, quyruqdan alıram və bədəndən alıram. Ehtiyatlı bir şəkildə. İndi bədəndən alıram.
belə tikdim. Və bunu bura stabilləşdirmək üçün ipi çevirirəm. Bu qayda dibindən bataraq düyün attım və buradan batır, digər bir tərəfdən çıxıram, ipi daxilə yeridirəm, qaparıram. Belə quyruğumuzu da dikmiş olduq. İndi baş hissəsinin, bakın görürsünüz, iynədən çıxmırıq. İndi baş hissəsinin boz rəngdə ipi ilə bu hissəsini eləyəcəyik. Bu hansı ki broloqu taxmaq üçün. Çünki birbaşa buna taxsaq, bir müddət sonra broloq keyfiyyətsiz bir hala gələcək. Amma bu cür pambıq ipdən istifadə eləsək, özü rəngdə, təbii ki, o zaman pambıq iplərin dözümlülüyü daha çox tutulana biraz keyfiyyətli bir şəkildə alınacaqdır. İndi baxın, ipimi bu qədər uzun buraxıram. Bir qədər hansı ki ilməyə saplayıb digər tərəfdən çıxmaq üçün. Bu qədər uzun buraxıram. Bundan balaca bir qurçok alıram. Mən 1.50'yi alıram, 1.75 də ola bilər. 1.50 qurçokumu aldım. Dediyim kimi biraz uzun buraxdım. Niyə uzun buraxdım onu da deyəcəm. Sonda göstərirəm onsuz. Baxın, bu qədərini uzun buraxmışam. Buradan toxuyuram. Daxil oluram təpə qismindən. Daxil oldum. İlməyimi çıxardıram. Möhkəmləndirdim. İndi 6 zincir çəkirəm. 1, 2, 3, 4, 5, 6. Döndükdə 3 zincir bu tərəfə, 3 zincir bu tərəfə düşmüş olacaq. Belə minik bir hissi olacaq. Buranı biraz boş buraxıram. İpimi də yenə uzun buraxaraq kəsirəm. İndi qurçoku göstərəcəm, hansı brelok başlığından istifadə edirəm. Mən belə bir brelok başlığından istifadə edirəm. Burada satılırmı bilmirəm. Mən bunları Temu'dan sifariş vermişdim. Brelokun bu qismindən yox. Buradan da yox. Tam bu qismindən daxil oluram. Baxın. Buradan. Gördünüz? Hər bir detalını göstərirəm ki, rahat olsun. Buradan daxil olacam. İpi gezirdirəm. Belə keçirtdim bu hissəni. İndi yenə ilməyimi alıram və bunu bura möhkəmləndirirəm. Bir də daxil oluram, çıxıram, C-C eləyirəm, bir zincir çəkirəm, ipi buraxıram, möhkəmləndirdim. Bu qayda möhkəmləndirdim. İndi hər birini ilməyə saplayıram. Bu qayda sapladım. Birincini orta dəlikdən keçərək arxa hissədən çıxıram. Möhkəmləndirdim.
Digərini də eyni qayda saplayıram. Eyni yerdən daxil olub və eyni yerdən, digər sapı çıxdığım yerdən çıxıram. Möhkəmləndirdim. Bunu burada bağlayıb daha da möhkəmləndirirəm. 1 2 3 Yumşaq eləyirik. İpə ziyan olmasın. Belə. Bu şəkildə alınmış oldu. Bunu önə gətirmək olur. Siz indi hansı brelok başlığından istifadə edirsinizsə artıq, o sizin öz qərarınızdır. Mən bundan istifadə edirəm. Burada da tapmaq yəqin ki mümkündür. Bu qisminə hansısa bir aksesuar da taxa bilərsiniz. Mən bu pişikdən taxıram. Baxın, bunları da Temudan sifariş vermişdim. Bu qisminə və bu hissəsinə taxıram. Bu qayda. Aksesuarın yanına aksesuar. Bunu maşınlarda istifadə eləmək olar və yaxud da bu hissəsini açarınızı taxıb bu şəkildə açarlıqlarda istifadə eləyə bilərsiniz. Və yaxud da deyək ki, nətər deyim, çantanıza bu hissəsindən asa bilərsiniz. Yəni, müxtəlif yerdə, müxtəlif məqsədli istifadəsi mümkündür, çox da gözəldir. Hələlik sağlıqla qalın. İnşallah toxuduğunuz zaman bəyənməyi, qeyd eləməyi, şərh bildirməyi, istədiyiniz mövzuda suallar verməyi, səhifənizə toxuyub bitirdikdən sonra məni etiketləməyi unutmasaz çox sevinərəm və mənə ilham olub digər sxemlərdə çıxarmağıma yardımcı olarsınız. Bu detaylar çox qəşəngdir. Ayaqları, patikləri var imiş kimidir. Təşəkkürlər. Sağ olun, sağlıqla qalın.